Bismillahirrahmanirrahim. Esselamu aleykum və rəhmətullahi və barakatuh. Dəyərli müsəlman qardaş və bacılarımız, Allahın izni ilə bugün dinimizə və müsəlmanlara təhqirlər yağdıran məşhur biznesmen Şərurlu İsfəndiyara bir neçə sözüm olacaq. Əvvəlcə isə gəlin bu şəxsin nələr dediyini bir dinləyək. Allah'tan korkusuz. Allah'tan korkmuyor, vicdanından korkmuyor. Metin dine bağlı insansız. Mənə böyük imkan verirlər. Bütün məscidləri sökərəm, deyərəm yerində məktəb tikəcək. Bütün məscidləri sökərəm, deyərəm yerində məktəb tikəcək. Ləm inanması dindarlara inanması. Dindarlara inanmıram, mənə ən böyük zərbələr dindarlar. Görürsüz necə də iştahla danışır. Bütün məscidləri sökəcəkmiş. Sən bil ki, sənə o imkanı heç vaxt verən olmayacaq. Bir denən görək bu məscidlərdən kimə nə zərər gəlib. Belə xalqın səlamətini düşünən adamsan, get bu barları, qumarxanaları, fahişəxanaları sök də. Bunların cəmaatın evini necə yıxdığından xəbərin yoxdur. Elə deyir ki, müsəlmanlar, dindarlar mənə belə atdı, məni belə allatdılar. Lap deyək ki, səni bir və ya bir neçə müsəlman alladıb. Belə çıxır hər müsəlman, hər özünü dindar tanıdan saxtakardır. Bəzi müsəlmanlar yaramaz əməllərlə məşğul oldu deyə bu bütün müsəlmanlara mı şamil edilməlidir? Gərək çıxıb müsəlmanların dininə, məscidlərinə, efirdə təhqir yağdırasan, onda bir həkim və ya bir müəllim saxtakarlıq eləsin, namussuzluq eləsin, sən də çıx denən ki, həkimlərin hamısı belədir, müəllimlərin hamısı namussuzdur. Bunu eləməsən səndən namərd, səndən daha ikiyüzlü bir adam yoxdur. Amma məsələ İslam olanda, dindarlar olanda damğa hazırdır. Bu dindarlar da hamısı belədir. İnsaflı olun, mərd olun, səmimi olun. Əsli kafir olanlar belə İslama bu qədər düşmən deyil, əziz müsəlmanlar. Belələri özlərinə müsəlman deyərlər, Allaha inandıqlarını deyərlər, amma müsəlmanlar haqqında ən pis sözləri deyərlər. Eynən Rəbbimizin vəsf etdiyi münafiqlər kimi. Haqdan, insanlara allatmamaqdan dəm vurursan, amma xalqın səni necə tanıdığını da çox yaxşı bilirik. Bəlkə bir evi birdən çox adama satmağından danışaq, yoxsa oğluna pulla diplom almağından danışmaq istəyərsən? Mənim böyük oğlum mənə dedi ki, ata səndən bir xahişim var. Mənim övladıma pul vermə. Sənin nəvəndir, mənim də balamdır. Sən onlara pul verirsən, bizim günümüzə salarsan. Cebin üstə pul verirsən, gətir bizə diplom verəsən. Cebin üstə pul verirsən, gətir bizə diplom verəsən. Bu torpaqlar sahibsiz deyil. Sən bil ki, bu torpaqlar müsəlmanların torpağıdır. Bu torpaqlarda müsəlmanlar yaşayır. Hər nə qədər bütün dünyada olduğu kimi ölkəmizin də çox hissəsi yozlaşıb haqdan ayrı düşsə də, Allah həmd olsun hələ ölməmişik. Sən nə biz dindarlara, nə də ki bizim məscidlərimizə toxuna biləcəksən. Bu ölkəni, bu ölkədəki müsəlmanlara sahibsiz zənn eləmə. Sözümü Ustad Nəcib Fazil Qısa Kürəyin o məşhur sözü ilə bitirmək istəyirəm. Dedəm belə söndürəmədi İslamın nurunu. Sən mi söndürəcəksin Ebu Cehilin torunu? Velhamdülillahi Rabbil alemin.